Həmçinin Allah Teala Quran-ı Kərimi insanların ağıllarına və təkcə lüğətə buraxmayıb. Məsələn, lüğətlə, ərəb dil lüğəti ilə götürsə, çünki onlar deyir ki, lüğətlə başa düşmüyorlar Quranı. Google Translation məsələn. Allah Teala buyurur: Əhəllallahul bey'ə və harramər ribə. Allah bey'ə, alış-verişi halal etdi və harramər ribə. Riba əlavə deməkdir. Ribanı isə haram elədi. Əlavəni haram elədi. Əlavə nədir? Sən heç bir lüğət kitabında gedib ribanı şəriət izahında tapa bilməyəsən. Məsəl üçün, riba nədir? Malımın ribaya düşdüyü ticarət növü nədir? Malımın ribaya düşməyən ticarət növü hansıdır? Allah deyir ki, Əhəllallahul bey'ə və harramər ribə. Allah bey'i, ticarəti halal etdi və əlavəni haram etdi. Əlavəni haram edib Allah. Onda 5'ə aldın, 5'ə sat. 6'ya satsa əlavədir. Haram edib Allah. Əhəllallahul bey'ə və harramər ribə. Allah ribanı, əlavəni haram edib. Sən ribanı tapacaqsan lüğətdə. Əlavə, ziyadə, artıq. Tapacaqsan. Amma onun şəri tapa bilməyəcəksən. Lüğətlə tapa bilməyəcəksən. Mütləq dönməlisən Peyğəmbər sallallahu aleyhi və səlləmə. Və sən dönməsən, gərək 5'ə alıb 5'ə satasan. Bankrot yəni. Aydın desə, geri pulunu çıxar. Ona görə sünnə Quran-ı Kərimə izahdır. Quran-ı Kərimi şərhdir.